Prezident İlham Əliyev yanvarın 30-da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sally Ann Vincenti qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı coğrafi baxımdan ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iqtisadi, ticari, investisiya sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Siyasi əlaqələrin inkişafını məmnunluqla vurğuladı. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı. Azərbaycana səfir təyin edilməsindən şərəf hissi duyduğunu deyən Sally Ann Vincent bir müddət əvvəl ölkəmizdə olduğunu məmnunluqla xatırladı. Əlaqələrimizin genişləndirilməsi üçün səylə çalışacağını qeyd etdi. Səfir bir neçə gün əvvəl Avstraliyanın milli bayramı münasibətilə dövlətimizin başçısının Avstraliya İttifaqının general qubernatoru Samantha Mostynə göndərdiyi məktuba görə minnətdarlığını ifadə etdi. COP29 çərçivəsində Azərbaycanla Avstraliya arasında qurulmuş əməkdaşlıqdan danışan səfir bu tədbirdə ölkəsinin böyük nümayəndə heyəti ilə təmsil olunduğunu xatırladı. O həmçinin Avstraliya və Türkiyənin COP31 tədbirini keçirməsi məsələsinə toxunaraq bu xüsusda Azərbaycanın göstərdiyi səylərin yüksək qiymətləndirildiyini bildirdi. Sally Ann Vincent bu il Azərbaycanın BMT-nin ən mötəbər tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini vurğulayaraq, Avstraliyanın bu tədbirdə də geniş nümayəndə heyəti ilə təmsil olunacağını dedi. Görüşdə siyasi, iqtisadi, yaşıl enerji və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşdirilməsi işində mühüm rol oynadığı vurğulandı. Gələn il diplomatik münasibətlərimizin 35-ci il dönümünün qeyd ediləcəyi bildirildi.